Axşamınız xeyir olsun, əziz və dəyərli izləyicilər. MTV kanalını izləyirsiniz. Geriyə baxanda efirdədir. Qarşınızda mənəm Günay Firudin qızı. Bugün çox dəyərli bir qonağım var. Bilirəm ki, onu hamı çox sevir. Özəlliklə uşaqlar çox sevir. Bugünkü qonağım dəyərli aktyorumuz, naşir, karikaturaçı, uşaqların sevimli dostu, Respublikanın əməkdar artisti Bəhram Bağırzadədir. Axşamınız xeyir olsun. Salam mənim bacım, Günay xanım. Çox sağ olun, minnətdaram ki, məni yaddan çıxartmamısınız və bu çox gözəl bir gündə, bayram ərəfəsində məni öz verilişinizə dəvət eləmişsiniz. Çox razıyam sizdən və rəhbərliyinizə də minnətdarımı bildirirəm. Həm şəxsən sizə çox sağ olun. Çox sağ olun, çox sağ olun. Biz sizə təşəkkür edirik gəldiyiniz üçün. Əslində yolunuzu uzun müddət idi gözləyirdim. Bəhram müəllim dedi ki, məni iyunun 1-i dəvət eləyərsən. Yəni, uşaqların beynəlxalq müdafiəsi günü. Çox maraqlıdır, uşaqlara o qədər dərin bir bağlılığınız var ki, əslində mənə də maraqlıdır. Yəqin ki, mənim kimi başqalarına da maraqlıdır ki, uşaqları niyə bu qədər çox sevirsiniz? Çünki özüm sevilmişəm. Çünki mən uşaq vaxtı olanda valideynlərim tərəfindən sevimli övladlar olmuşam. Nəinki mən, mənim bacım da və çox düzgün Azərbaycan ailəsində biz boya başa çatmışıq, tərbiyə olmuşuq və mən həmişə öz valideynlərimə çox sağ ol deyəcəm, minnətdarımı bildirəcəm və mən sevinirəm ki, mənim belə gözəl valideynlərim olub. Halbuki atam artıq 17 ildir dünyası dəyişib, anam 5 ildir, amma mən onlarla hər gün ünsiyyətdə oluram. Hər gün Allaha çox sağ ki, ay Allah, çox sağ ol, nə yaxşı ki, mənim belə gözəl valideynlərim olub, mənə düzgün tərbiyə və bu günləri, bayram günü, mən onları birinci növbədə yada salam və bu günləri Instagramda da, Facebookda da bir böyük məqalə yazmışam ki, bu günləri mənim bayramdır, uşaqlar müdafiəsi, mənim valideynlərim və onlara mən çox sağ ol deyirəm ki, mən demokratik bir ailədə, mən sözü deyə bilmişəm, atam həmişə bizi ilə məsləhətləşərdi, anam düzgün yol göstərərdi və bu sevgi mənə keçib, o sevgini də mən artıq ötürürəm öz övladlarıma və ətrafımda olan çocuklara, balacalara o sevgini paylaşıram, onları sevirəm. Mən çoxlar sonra ki, ay Bəhram Bağırzadə, ay Bəhram Arifoğlu, ay Bəhram əmi, niyə məhz uşaqlar? Bu qədər işlər görə bilərsən, memarlıq, karikatura və s. və s. Hətta biznesdən də, inanın mənə, mən biznesdən məşğul olsaydım, demirəm, nömrə 1 olardım, amma onluğa düşərdim. İşimi gücümü atmışam, uşaq ədəbiyyatı ilə məşğulam və çalışıram, uşaqlarımızı maarifləndim. Çox cüzi insanlarımız var, uşaqları düşünürlər. 5-6 nəfərdir yazıcı, 5-6 nəfər animator, illüstrator, hansı ki uşaqlar düşünür. Halbuki bu çox azdır. 10 milyonluq xalq üçün çox azdır. Mən bu yaxınlarda İtaliyadaydım. Yəqin kepkamdan da görürsünüz. Təzə gətirmişəm oradan. İtaliyadaydım. Orada böyük bir beynəlxalq kitap festivalı, sərgisi, yarmarkası keçirilirdi. 95 ölkə iştirak edirdi. Təsəvvür Bakı Expo mərkəzindən 10 dəfə çox bütün dünyadan 1400 nəşriyyat evi öz kitablarını təqdim edirdilər. Ən cılızı da görsənən biz kim idi? Biz 5-6 kitabla getmişdik və mən gördüm ki, bu pozisiyanı biz uduzuruq. Və mən söz verdim ki, inşallah, əgər Allah Taala mənə qismət eləsə, gələn qismət olsa, getsəm və Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanı təmsil eləsəm, necə ki, təmsil edirdim bir ay bundan qabaq. Mən oraya 100 kitab aparmalıyam. Və mən bu illəri çalışacağım ki, daha da gözəl kitablar və Azərbaycanı orada layiqcə təmsil edim. Balaca bir ölkə Estoniya birinci yer tutmuşdu. 2 milyon əhalisi yoxdur. Estoniyanın 2 milyon əhalisi yoxdur. 140-a yaxın nəşriyyat evi gəlmişdi və yüzlərlə kitab təqdim edirdi Eston dilində. Amma bizdə əfsuslar olsun ki, bu yoxdur. Ona görə
konkurslar keçirmək lazımdır. Ətrafımızda illüstratorları, rəssamları, yazıçıları şərait yaratmaq lazımdır ki, biz də öz işlərimizi orada təqdim edək. Ona görə qayıdıram ki, deyirsiniz, niyə məhz uşaqlarla? Mən gəldirəm, mən çox işlərlə məşğul ola bilərdim. Bəli. Bacarığım da var. Amma mən istəyirəm ki, mən başa düşdüm ki, son 5 ildə mənim missiyam budur. Mən uşaqlarla işləməliyəm. Allah Taala mənim üçün qapı açır, yol açır və bir ağları qəşəng burada cümlə vardı. Dediniz, istəyirəm ki, siz özünüz oxuyasınız. Hər kitabımda bu cümləni istəyirəm siz səsləndirəsiniz. Bəli, bu nəşr olunan kitabların hər birinin sonluğunda belə bir fikir var. Etdiyiniz köməyə görə Allah sizi mükafatlandırsın. İnanırsınız, bu söz mənə, bu cümlə, bu fikir mənə o qədər təsir etdi ki, niyə belə bir fikri yazmaq məcburiyyətində qaldınız? Çünki mənim ətrafımda çox gözəl insanlar var. Onların heç ehtiyacı da yoxdur ki, efirdə olan adını çəkim. Çox zəngin, çox samballı insanlardır. Hansılar ki, mənə kömək edirlər, dəstək olurlar, yardım əllərini uzadırlar ki, özləri başqa sahənin adamlarıdır və çox böyük bir vəzifəli adamlardır. Hansı ki, mənə kömək elə ki, bənəm, biz bunu çatdırmırıq, sən get, onu et. Just do it, сделай это, bunu et. Amerikanlar deyir. Onlar mənə dəstək olmasa, mən cümləyi, hər bir insan nəşriyyatda fəhləsindən tutmuş inzibati işçilər, korrektorlar, redaktorlar, yazıçılar, rəssamlar, illüstratorlar, sponsorlar, halbuki sponsor sözündən xoşum gəlmir. Mənim dostlarım. Kimin burada əməyi varsa, Allah hamısı saxlasın, qorusun. Hamı efir vasitəsilə çox söyləyirəm. Çox sağ olun. Biz də sizə təşəkkür edirik. Başda Bəhram müəllim olmaqla təşəkkür edirik zəhməti olan insanlara. Son illər, yəni siz bu missiyanı icra etməmişdən öncə əslində kitab mağazalarına getməyi çox sevirəm, amma baxırdım ki, bizim uşaqlar üçün demək olar ki, kitablarımız yox idi. Yəni bu dərəcədə gözəl nəşr olunan, dizaynda, həmişə xarici kitabları gördüyümüz zaman, ən çox məsələn Rusiyada nəşr olunan kitabları gördüyümüz zaman adam belə o qədər ürəyi açılırdı. Deyirdim ki, kaş bizdə də belə kitablar olardı. Və siz bunu başladınız və biz o qədər sizinlə qürur duyduq ki, bu addımınıza görə, yalnız mən deyil, çevrəmdə olan insanlar da çox böyük bir iş gördünüz. Yəni inşallah ki, sizin çevrəniz, sizə dəstək olan insanlar, eyni zamanda da bu kitablarla məşğul olan insanların sayı günü-gündən artsın, ölkəmizi təmsil edə bilək. Birincisi, mən niyə başladım kitab? Çünki həmən o dediyimiz problemlə mən üzləşdiyim, mənim övladlarım məktəbdə oxuyanda, mən Sankt-Peterburqdan, Moskvadan kitabları gətirməkdən yoruldum. Var ki, ayaqqabı alıb gətirirlər, palto alırdılar, nəsə digər əşyalar öz övladlar üçün mən kitab gətirdim. İnanın mənə, hər dəfə 2 çamadan kitab gətirirdim. Bir gün mən bezdim artıq. Deyib ki, mən axı niyə hər dəfə Rusiyadan kitablar gətirməliyəm? Moskvadan, Sankt-Peterburqdan. Olmaz ki, bu kitabları mən burada çap edeyim. Sual verdim, Bəhram Arifoğlu Barzadə, sən ilk iş yerin hara olub? Sən əməkçəndə, o əmək kitabında, kitabçonda ilk iş yerin hara olub? 26 Bak Komissarı mətbəəsində fəhlə. 2 il mən fəhlə işləmişəm mətbəədə, 500 kiloluq rulonlar daşımışam, kağız rulonları. Və indi də inanın mən mətbəyə girəndə fəhlələr də bunu belə yox, belə eləməyək, belə deyib, Bəhramım, sonradan bilirsiniz. Deyim, neçənciysən? Deyim, mən 2000-ci. Mən 91-ci ildə artıq fəhləliyi dayandırmışdım. İnstitutda oxuyarkən mən fəhlə işləyirdim. Əgər sən bu işi bacarırsansa, mətbə işini, bir balaca yazmağı bacarırsansa, rəssam kimi də bu işi görə bilirsin, elə də Bəhram. Və başladım eləməyə, çalışmağa, bir də gördüm, alındı, birinci, ikinci, üçüncü, bir 10 kitabı özüm eləmişəm. Sonra isə Henry Ford'un həyatını oxudum. O konveyer sistemini mənə başa saldığı öz kitablardır ki, ona təzə belə müasir sözlə desək, delegiruy. Yəni,
kiməsə havalə et, kiməsə ötür. Ki, axı mən tək bacarmaram, həm yazım, həm çəkim, həm istehsal, həm bu. Mən tapdım bir komanda üzvləri, indi 20-yə yaxın cavan rəssam işləyirməklə sifariş verirəm, yönəldirəm, rəssamları, yazıçıları və s. Ofisiniz varmı? Ofisim yoxdur. Bura mənim də ofisimdir. Avtomobil mənim ofisimdir, küçə mənim kafe. Çünki artıq mənim telefonum mənim ofisimdir. Mən Günay xanımı yaza bilərəm ki, Günay xanım, nə verilişdir MTV-də belə suallar göndər. Yəni, o ofisdir də, balaca bir ofisdir. Rəssamlarla da elə işləyirəm. Addalyonka. Onlar mənə göndərirlər hər gün çəkdilərini və yaxud yazarlar. Və bir düyməni orada deməli basırıq, gedir mətbəyə, çap olunur. Artıq səhərsi günü kitab dükanlarda oxucularım onu əldə edə bilər. Mənim ən hörmət edildiyim biznesmen var, milyarder. O deyirdi ki, dizaynerlə dükanın arasında 2 həftə olmalıdır. Dizaynerlə dükanında 2 həftə. Yəni bu çəkməlidir, proses verilməlidir istehsalatı. 2 həftədən sonra şərf mənə lazımdır noyabr ayında. Avqustda mənə lazımdır. 2 həftə çatdırsa o çatdırsın. Əla. Mən də indi elə işləyirəm. Deyirəm ki, uşaqlar 2 həftəyə bu kitab ərsəyə gəlməlidir. Öyrəndim dükanlarda ki, uşaqlar nə istəyirlər, nə oxumaq istəyirlər. Valideynlərdən sorğu apardım. Və Bəhram, bərbad vəziyyətdir. Azərbaycanda Azərbaycan nağıllarının kitabı yoxdur. Təsəvvür edirsiniz. Nə Cırtdanımız var, nə Tık-Tıxanımız var, nə Məlik Məmməd, nə və s. və s. Götürdüm, bütün nağılları yığdım. Artıq 5-ci nəşrdir ki, Azərbaycan nağıllarını toplamışam 5 kitaba. Və indi də artıq başlayıram Cırtdanı yazmağa və Cırtdanı Bəhram əmi özü fikirləşir. Cırtdan sabahları gedəcək Baxçıya, Cırtdan gedəcək məktəbə, instituta, hətta əskər aparıcalı orduya. Maraqlıdır, əlbəttə maraqlıdır. Sadəcə olaraq işləmək lazımdır. İndi sual verə bilərsiniz ki, Bəhram, bu necə irəli gəlir, nədən irəli gəlir? Qayıdıram həmən o sözə, sevgi. Valideynlərim o sevgini verib mənə, o sevgini mən ötürürəm və mən özümdən sevə-sevə məşğul oluram. Mən özümü digər sahədə hiss eləmirəm. Nə polisdə işləyə bilərdim, nə məmur, nə deputat, nə digər sahələrdə. Halbuki məndə alınardı o peşələrdə. İstedadlı adam bütün sahələrdə istedadlıdır. O sahədə işləyiblər. Amma mən dedim, yox, mən gərək bu sahədə çalışım. Və qərara gəldim ki, bu yaxında xoşbaxt insan o insandır ki, hansı ki öz hobbisini bacarıb çevirməyi peşəsinə. Bəli. Qabaq hobbi kimi baxırdım buna. İndi artıq peşədir. Və səhər-səhər işə gedəndə mən sevinə-sevinə gedirəm. Mən özümü o zaman xoşbaxt hiss edirəm. Və işdən də xoşbaxt qayıdıram evimə. Bəli. Ondan gözəl bir şey yoxdur. Bəli, kitab çap eləməklə mən heç vaxt təyyarədə biznes klassda uça bilməyəcəm. Bu mümkün deyil. Çünki vəsait o vəsaitdir. Bu mümkün deyil. Amma ən azı biləm ekonom klassda uçanda özümü xoşbaxt hiss edəcəm. Mənim üçün də ən vacib odur. Və ən vacib odur ki, sizin övladlar, uşaqlar, çocuklar mənə görəndə Bəhram əmi, əlifba əmi. Valideyn deyir ki, mənə niyə elə deyir əlifba əmi? Deyir, 3 il bundan qabaq biz kitabımızı əldə elədik. Bakı Kitab Mərkəzində əlifba, Bəhram əminin əlifbası. Biz o əlifba ilə uşaqları öyrətdik, əlifba oxuyur və 3-cü sinif şagirdidir, əlaçıdır. Mən o zaman mən dünyanın ən xoşbaxt insanı idim ki, mən Allahın bəndəsi çox maraqlı əlifba fikirləşmişdim. Və o ərsəyə gətirdi. Mənim çocuklarım, hamısı mənim çocuklarım, hamısı çox istəyirəm.
Mənim əlifbamdan öyrənirlər və çevirirlər əlaçılara. Cəbiş müəllim filmi yadınıza gəlir. Bəli. Orada Cəbiş müəllimə müraciət eləyir alverçi. Deyir, siz ali təhsilli adamsınız. Ay Cəbiş müəllim. Biz deyir, burada Akopkaz oluq, sən gəl. O boyda faşistin nemesi qama xilas eləyə bilər kimsə. Deyir, əgər mən bilsəm ki, bu Akopda heç olmasa bir nəfəri mən xilas eləmişəm bu qazmağımla, mən dünyanın ən xoşbaxtlı insanı olacam. Və bu günlərdə Bəhram əmi işini gücünü atıb ancaq bu işdən məşğul olur. Halbuki gəldirəm, ayız alıram şimdi. Bilsəm ki, bu uşaqlardan kimsə alim olacaq, professor, akademik, peşəkar, vacib də istəyir, bərbər olsun, istəyir, saatçəkdir. Amma peşəkar. Və mənə küçədə deyəcəklər, o, tutsam qeyd. Bəhram əmi. Bəhram əmi. Allah qismət eləsə o günə. İnşallah. Mən o zaman, inanın mənə, Günay xanım, xoşbaxt insan olacaq. Bağışlayın, çox danışıram. Bacımın ürəyimi boşaldırar böyükləri. Valla siz danışdıqca mənim beynimdən suallar gəlir, axın edir və itir. Siz o qədər söhbəti maraqlı danışırsınız və o qədər dolğun məlumatlar verirsiniz ki, heç adamın o söhbəti kəsməyə də ürəyə gəlmir. Amma mənə maraqlıdır ki, uşaqların ən çox nəyə ehtiyacı var indi? Sevgiyə. Valla pula yox, paraya yox. Ancaq sevgi və diqqət. Çünki mən onları öz validemdən almışım, bir təkrarçılıq olmasın. Məni seviblər və mənə diqqət yetiriblər. Hər gün anama dua edirəm ki, ay Allah, Allah anamı qəni rəhmət eləsin, o dünyasını versin. Bu adam mənə xoşbaxt edib. 78-ci il idi. Cücələrim ansamblı apardı, balaca Bəhram rəqs edirdi. Rəqs mənə lazım oldu gələcək həyatımda, KVN-lərdə. Musiqi apardı qarmana, üzgüçiliyə apardı, indi də hər gün 1 saat yarım üzürəm. Sonra basketbola, həndbola, rəssamlığa, Bakı şəhərində daha dərnək qalmamışdı. Mən bacım tuturdu əlimizdən aparırdı uşaq vaxtından. Onlar hamısı mənə həyatda lazım oldu. Ona görə öz valideynlərimə gəldim, çox sağ deyirəm ki, o sevgi və diqqət var. Bu günlərdə əgər siz istəyirsinizsə, gələcəkdə sizin balalarınız, övladlarınız xoşbaxt olsun, onlara sevgi verin. Pul yox, para yox, vəzifə yox. Düzdür, paralel olaraq təhsil, maarifləndirin ki, gələcəkdə onlar savadlı olsunlar, elmli olsunlar, peşəkar olsunlar. Və onlar sabah peşəkar olsa, deməli, onlar dünyanın ən güclü vətənpərvər insanları olacaq. İnanın mənə. Və çoxları deyir ki, sual verir mənə, mən də Einstein'in dediyi ilə cavab verim. Deyir, uşaq gələcəkdə şəxsiyyət olmaq üçün nə etmək lazımdır? Albert Einstein'e sual verirlər. Deyir ki, kitab oxuyun. Nağıl. Deyir, bəs ondan da belə möhtəşəm şəxsiyyət olmaq üçün deyir, çoxlu nağıl oxuyun. Ona görə bu valideynlər mənə sual verirlər. Tez-tez istəyirəm ki, övladlarımız üçün, hətta üzr istəyirəm, analarının bətnində olanda anası oxumalıdır. Uşaq orada artıq eşidir. 3-cü, 4-cü həftəsindən o qəbulun informasiyanı, hətta 2 canlı olanda, ana olma hazırlaşanda həyat yoldaşı, yəni övladının atası, anasına gözəl söz deməlidir. Hər gün deməli, nə qəşəngsən, bir gün nə qəşəng saç düzün var, bir gün nə qəşəng libas giymisən. Anası onu qəbul eləməlidir və orada uşaq artıq eşit ki, atam anamı tərifləyir, mama nə qəşəngdir. Dünyaya da gələndən o uşaq sevgi yaranır, məhəbbət yaranır, Allahı tanıyır, Allahın yaratdığını tanıyır, bilir, hiss edir və o kompleks onda olmur. O başlayır
kainatı sevməyə. Uşağı döyəndə, söyəndə, deyəndə ki, sən heç də bilmirsən, sən pis oxuysan, onda uşaqda kompleks yaranır. Bir millət var, deyir, uşağına 10 dənə sual verir, o uşaq 9-una cavab verə bilmir, 10-cuya düzgün cavab verir. Həmən millətin nümayəndəsi ata deyir ki, gördünüz uşağı, gördünüz nə ağıllıdır, 10-cu sualı gördünüz necə cavab verdi. Nə sual imiş görün? Ümumiyyətlə də 10 dənə sual verib, 9-unda cavab verə bilmir. Amma 10-cu suala cavab verir, onu atası, anası tərifli ki, səndən yoxdur, sən alimsən, sən müdrik insansan. Azərbaycanda problem nədədir? Azərbaycan uşağına sual verilir, 10 dənə sual. Uşaq 9-una düz cavab verir, bir də 10-cu cavab verə bilmir. Sən nə tüpo uşaqsan, sən 10-cu sual cavab verə bilmirdin. 9 dənəsində düz cavab. Sən niyə uşağı vaxtından sındırırsan? Sən niyə onu əzirsən? Sən niyə o uşaqda kompleks yaradırsan? Ki, gələcəkdə bu şəxsiyyət olmalıdır, bu ailə başçı olmalıdır, bu həyat yoldaşını sevməlidir, övladlarını. Sən bunu kişiliyini üzr istəyirəm, niyə sındırırsan? Bəhram müəllim, siz doğrudan sizi çox fərqli şəkildə necə deyim, böyüdüblər. Çünki Sovet rejimi zamanı, Sovet dövründə necədir? Uşaqlar qorxularından söz deyə bilmirdilər. Qızını döyməyən dizinə döyər. Bunlar məsələlərdir. Bizi bu cür böyüdüblər. O da böyütmə, amma o Ruslarda bir söz var, padaça. Padaçanı sən düzgün eləməlisən də. Mənim anam heç vaxt qızına, mənim bacıma heç o belə döşəməyib. Ancaq öz hərəkəti ilə, öz davranışı ilə bacım qavrırdı. Həmçinin mən. Həmən o millətə qayırdırıq. Onlarda bir millətdə söz var, deyir ki, heç vaxt deyir, övladlarınızı tərbiyə eləməyin. Onsuz da sizə oxşayacaqlar. Siz özünüzlə məşğul olun, özünüzlə. Sən evdə özünü necə aparırsansa, ər kimi, kişi kimi, ailə başsa, övladın baxacaq, papa belə dedi, papa belə danışdı, papa belə hərəkət gördü. İstər-istəməz 10, 15, 20 ildən sonra o gəlib dirənəndə həyata, inan mən atası kimi hərəkət görəcək. Ona görə birinci növbədə insan, valideyn özünü tərbiyə eləməlidir ki, övladına o xarakter, o xüsusiyyətlər, o keyfiyyətlər keçsin. Mən də elə böyüdürəm, heç vaxt notasiya oxumuram. Neçə yaşları var övladlarınız? Neçə övladınız var, Allah sağlasın? Artıq anam deyirəm, anam deyirəm onu, institut bitirib, memarlığı, indi də animasiyada məşğuldur, multfilmlər çəkir. Sizinlə bərabər çalışır. Gəldi ki, mən istəyirəm ki, mən animator olam və ən böyük arzusu Hollywoodda işləməkdir. O deməkdir, Hollywoodda ki, burada Azərbaycanda ola işləmək olardı. Şükür Allah, kompüter var, çəkirlər, göndərirlər, əla. Amma indi düzdür, sifarişləri var, xaricdən sifarişdə Bakıda yasamalda otur-otur çəkir, Amerikaya və digər Avropa ölkələrinə göndərir, logotiplər və s. Oğlum da ki, 5-ci sinifdə gəldi ki, dedi, ata, mən cərrah olmaq istəyirəm. Deyəm, nə? Cərrah? Deyəm, oğul bala, bizim nəslimizdə cərrah yoxdur. Sən hara gedirsən? 5-ci sinif şagirdi qayıtdı, mənə ki, papa, mən bizim nəslimizdə artist var idi. Mən polkovnik oğlu, müəllim oğlu, ürəyim istədi KVN-ə getmək, mən atam istəyirsən, get. Get, amma özün ol və işindən, peşəndən həzz al. Onu verdi. Mən də oğluma dedim, istəyirsən, get. Gəldi 6-cı, 7, 8, 9, 10, 11-də oturdu təyyarəyə, uçdu Avropaya, imtahanları verdi, qayıtdı. Artıq 5-ci kurs neyrocərrahiyyə. Hansı ölkədə? Avropada. Və böyük planları var. Allah qismət eləsin, Allah qorusun. Allah şərait yaratsın. Allaha təvəkkül yaşayırıq. Gələcəkdə peşəkar həkim olsun. Də bilməm, neyrocərrah olacaq, olmayacaq, amma peşəkar olsun. Bəli. Dedim, oğul bala, nə istəyirsən ol, peşəkar.
ki sabahları sən Allahın elçisi olacaqsan. Mən yox, mən deyirəm, güldürürəm, KVN ola da bilər, həyatda olmayan teatr, televiziya, kitab. Amma səndə çox belə... İnsanların həyatıdır söz konusu. Amma necə gözəldiniz, Allahın elçisi. Məsuliyyət daşıyan şəxsən artıq Bəli. indidən. Memarlıqda nəsə cüzi və yaxud rəsmdə səhv ola bilərdi, onu düzəltmək olar. Amma sizdə səhv ola bilməməli, olmamalıdır. Mümkün deyil. Şükürlər olsun Allaha ki, oxuyur və inşallah mənə elə gəlir ki, bir neçə ildən sonra Azərbaycanda peşəkar həkim olacaq inşallah. Uşaqlarla bağlı necə bir şəhər dizayn etmək istəyərdiniz? Məsələn, var xarici ölkələrdə Disneyland falan, uşaqlar üçün bir şəhər var da. Bizdə necə bir şəhər dizayn etmək istəyərdiniz? Varmı elə bir beyninizdə ideya və yaxud da ki, məqsəd? Utopistik də olsa deyəcəm. Olsun. Bir gün gerçəkləşir onsuz da utopiyalar. Ən böyük arzum odur ki, mən deyim bunu, deməyim, dəli kimi baxacaqlar mənə, amma deyəcəm də indi. Message. İçəri şəhər var. Bəli. İçəri şəhərdə türklər demiş ki, karabalıq dedi. Hər yerdə kebab iyi gəlir, restoran iyi və s. Bəli, bəli. Mənim ən böyük arzum nədir? Bir dənə ana xət, belə o stillərdə ona çəkirik. Buradakı İçəri şəhəri ikincisini tikirik Ağşəhərin qabağında. Abşeron yarımadasında nə qədər sınıq salxaq daşlar var, qədim. Yığır ora, eyni divarı, qala divarını tikirik Ağşəhərin qabağında. Aha. Və orada bir Ağşəhər yaradırıq. Yeni, əski, köhnə, İçəri şəhər. Və orada emalatxanalar açırıq. Kubinkada düzəldənlər var, çayniklər, çandaran və s. Digər o işlərlə məşğul olur, o peşələrin adı yadımdan çıxıb. Miskər dillər, nə dillər? Miskərli, ondan sonra... Hamısını yığırıq ora. Xalçaçıları yığırıq ora. Dəmirçiləri yığırıq ora. Rəssamları yığırıq ora. Bir dənə nağıl yaradırıq orada. Təsəvvür etsin, uşaq gəlir, düşür şəhərə, biri o tık tık tık, biri tikir, biri toxuyur, biri xalça, biri rəssam. Bir dənə şəhər qururuq, mərkəzdə də ortasında bir dənə meydanı eləyirik, tolerant meydanı. Məscid, Yahudilərin sinagogası, xristiyanların bir dənə kilsəsi. Oradan küçələr gedir, hər peşələr, şərq bazarı bir dənə. Ancaq o şərq bazarında Azərbaycanda bitən meyvələr və yaxud tərəvəz, hamamlar, qəşəng şərq hamam, Azərbaycan hamamları, zərgərlıq, kələğayət çexləri. Nağıl da nağıl ya. Biz onu yarada bilsək orada. Hətta mən bir sinə təklif edirəm, bir dənə böyük gəmi tikmək. Gəmi. Baxsan, laynerlər orada böyük gəmilər, turistik. Amma içini hamısı deyir parking. Avtomobil gəlir arxasından girir gəmini, saxlayır orada. Yuxarı mərtəbələrdə, şüşələrdən restoranlar. Şəki, Naxçıvan, Quba, Şamaxı, Astara, Lənkəran, Gəncə, Qusar. Hər rayonlarımızda, kəndimizə, şəhərlərimizə məxsus olan mətbəx. İrivan xanlığın bəh-bəh gözəl xörəkləri, Talış ləvəngisi, Ləzgilərin affarı və çıxanı, nə bilim, Şamaxı, Şirvan qutabı və s. və s. Şəki halvası. İnsanlar gəlir, turistlər ora, təsəvvür edirsiniz, övladları ilə həm Azərbaycan mətbəxi ilə tanış olurlar, həm Azərbaycan rəngkarlığı ilə, həm mədəniyyəti ilə. Belə bir şəhər yaratmaq, həm buranın Raskursk eləyərik, biraz rahatlanardı bu şəhər. Həm də eyni orada Qız Qalasını tikmək olar. Amma modern, futuristik dilər. O içini də ancaq otel eləmək,
Təsəvvür edirsiniz, Qız Qalasının içindən baxsan, köhnə Qız Qalasına, düz dənizin qırağında şüşəli belə, şüşəli eləyirik, amma Qız Qalasına oxşayan. Niyə də yox? Təklif eləmisinizmi bu ideyanı? Yoxsa Elədim də bu. burada ilk burada eləyirsiniz? Burada deyirəm, Amma çox gözəl, yəni çox gözəl. Xəyallar bir gün gerçək olur və ümid edirəm ki, mütləq gerçəkləşəcək. Tarixə nəzər salsaq, ikinci həyatınızı yaşayırsınız. İkinci həyatınızda, yəni gerçəkdən yəqin ki, bu haqqda çox danışıblar və siz də danışmısınız, sizə suallar ünvanlayıblar, amma yəni insanlarda heç ümid yox idi. Mənim özümdə də, yəni düşünürdüm ki, o aparatdan çıxmaq biraz çox nadir hallarda baş verirdi ki, insanlar yaşaya bilərdi. Yəni mən ümid etmirdim, amma hər an gözləyirlər ki, yəni həyatla vidalaşacaqsınız. Bəzən deyirlər ki, vidalaşıb, amma yenidən həyata döndünüz və ikinci həyatınızı yaşadınız. Çox şükür. Maraqlıdır ki, birinci həyatınızdan qalan nələri sildiniz həyatınızdan? Yəni ikinci həyat sizin üçün hansı yenilikləri gətirdi və birinci həyatınızda olanlarla vidalaşdınız? Mən bu suala cavab vermək istəmirəm. Eləmi? Ancaq deyə bilərəm ki, La ilahə illallah. Çünki Allah Subhanahu Teala məni apardı oraya və o da qaytardı. O ki qaldı, niyə mən o vəziyyətə düşdüm və niyə çıxdım oradan, bu barədə danışmaq istəmirəm. Çünki bu bir səhifədir, çevirdim onu. Allah Subhanahu Teala Quranda buyurub ki, mən səni deyir, o vəziyyətdən çıxartmaq istəyirəm, sən təzdən qaytararsan özü ora. Qaytarma. Oldu, keçdi. Bəli. Yaddan çıxmalıdır. O fayl pozulmalıdır. Ola bilsin ki, bu mənim kəffarəm idi. Və mən ən azı dua edirəm ki, Allah Subhanahu Teala bunu kəffarə kimi mənə yazsın, günahlarım keçsin və mən sıfırdan başlayım. Və bir tərəfdən bir şey bilirəm, bir müsəlman digər müsəlmanın ayıbını görəndə susmalıdır, görməməlidir, özünü eşitmədiyi qoymalıdır. Ki, eşitməyib, görməyib və heç anda onun günahını danışmamalıdır. Maybe, İngilisdədir, bəlkə, ola bilər. Ola bilər. Allah Teala da sən o dünyada sənin günahlarını, səhvlərini digər müsəlmanlardan gizlədəcək. Olur da xəlbət işlər görürük, o günaha batırıq, özümüz bilə-bilə, bilməyə-bilməyə, gündə 1000 dəfə günaha batırıq, heç xəbərimiz yox ki, günah edir, yoxsa yox. İnsan ən çox dilinin günahkarıdır. Əgər sən başqasının günahını danışmırsansa, öz günahlarımı niyə danışmalıyam? Özdə efir vasitəsi. Bu mənimlə Allahın onun arasında vasitə və səhvlər, günahlardır. Hansıdır ki, çox istəyərdim Allah keçsin. Və hələ bilmirəm, keçib yoxsa yox, bunu orada biləcəm. Amma kəffarə idi, oldu yazı. Demirəm də 180% dəyişmişəm həyatımı. Amma artıq özüm üçün böyük nəticələr çıxartmışam. Biraz rahatlanmışam və müəyyən məqsədlər vardı. Olağan dalıcı qaçırdım, indi qaçmıram. Türklər demişkən, boş ver abi, boş vermişəm. Allaha təvəkkül edirəm, öz həyatımı yaşayıram, rahat həyat. Uşaqlar, ədəbiyyat, naşirlik, maarifləndirmə. Başqa şeylər mənə lazımdır bu həyatdan artıq. Nə var, nə dövlət, nə vəzifə, nə xalq artisti, estağfurullah. Heç nə istəmirəm. Allah haqqı istəmirəm. Rahat həyat. Ki, bir 5 ildən, 10 ildən nə qədər Allah Teala qismət edib mənə bu dünyada nəsə. Ki, mənim bacım, Günay xanım, hərdən yadına düşüm. Ki, mənə 5 il keçib, keçə verilişdən. Gəlin, İnşallah. Mühasibə taparaq 5 il ərzində nə eləmirsən, nəmə məşğul olursan. Keçən veriş dinləmişdin 180 kitabdır. İndi nə qədər, indi çatdırırsan. Uşaqlar nəvələrini nə məşğuldur. Məsələn, ki, ən azı bir 4-5 veriliş çəkilək, 5 ildən bir.
Hər dəfə gəlib bacıma danışım ki, bax bunu gördüm, bunu etdim. Mən bunu arzulayıram. Və arzulayıram ki, siz mənim şəklimdə necə indi gözəl görürəm sizi. Həmişə belə gözəl olasınız, gözəl xanım olasınız. Nəinki siz, Azərbaycan qadınları, Azərbaycan kişiləri. Mama rəhmətliyin bir dənə qəşəng duası var idi. Hər dəfə deyir, ay Allah, heç bir Azərbaycan kişisini işsiz qoyma. Mən başa düşmürdüm o vaxt cavan uşaq. Deyim, mama nə danışır? Deyir, oğul bala, bilsən, işsiz kişi aparır acizliyə. Aciz olur. Həyat yoldaşının qabağında, övladlarının cəmiyyətdə. Kişi düz deyil, hamısı milyoner ola bilməz, varlı dövlətli ola bilməz. Amma hər bir kişinin işi olmalıdır. Səhər-səhər qəşəng giyinməlidir, getməlidir işə, para qazanmalıdır, ailəsini dolandırmalıdır. Ki, övladlarının qabağında pərt olmasın. Ayaqqabı, əgər uşaq istəyirsə ayaqqabı alasın, palto istəyirsə palto, təhsil pulunu vaxtı versin, övladın ürəyi istədiyi cehizi ala bilsin, ürəyi istədiyi restorana xanımını apara bilsin, hansı üzüyü istəyir, baxır, deyir, mən dünyanın məsələləri deyirəm, amma heç bir bağlılığım yoxdur mənim. Amma istərdim ki, hər bir Azərbaycan kişisi varlı olsun, daxilci varlı olsun, istədiyi hərəkəti görə bilsin, istədiyi ölkəyə gedə bilsin, istədiyi tur payeskaya gedə bilsin, istədiyi libasları xanımı üçün alsın. Xanımlar da sevsinlər, hörmət eləsinlər öz yoldaşlarını və hiss eləsin ki, mən dağın arxasındayım, bu mənim olsun, gəldirəm fəhlə, olsun, bərbər olsun, atelyeri və s. Vacibdir peşə. Amma evə çörək gətirə bilsin, evə ruzunu gətirə bilsin və Allah Taala hər bir insanın ruzusunun bərəkətini versin. Amin. Ki biz də şəhərə çıxanda mən istəyirəm ki, hər bir Azərbaycanlı qəşəng libas, qəşəng paltarı giysin, hamısı səliqəli, akuratlı maşınlarımız, avtomobillərimiz, asfaltımız, işıqlarımız, qaz, su ki, dünyanın ən xoşbaxt, rəvan günlər görmüş xalqına çevrilir. Çox az vaxt lazımdır ona və mən inanıram ki, bu olacaq. Sadəcə olaraq səbirli olmaq lazımdır, təmkinli olmaq lazımdır. Quranda yazılıb ki, Allah Subhanahu Teala lübit terpiliyik, səbirli insanları Allah Teala sevir. Sadəcə o çətin deyə, 10 il bundan qabaq heç təsəvvürümüzə gətirə bilərdik ki, cənab prezident, cənab Ali Başkoman 44 günə Qarabağ torpaqlarını, Qarabağ torpağı yox, bizə namusumuzu qaytar, torpaq namusu, belə bir anlayış var. Hamısı demirəm, çoxları yaddan çıxartmışlar. Amma 44 günə sübut elə ki, bunu mümkündür. Və inanın mənə, vaxt gələcək, inanın mənə. Ola bilsin, mən bu həyatda olmayayım, amma inanın mənə, vaxt gələcək, biz çevrilici dünyanın ən xoşbaxt millətlərlə hər şeyimiz olacaq. Biz buna qadirik. Çünki Azərbaycan xalqı çox passionar xalqdır. Dayanmırıq, həmişə işləyirik. Digər millətlərdən fərqli olaraq biz işləyənik. Bəhram müəllim. Başınızı ağrıtdım, bilmək istəyirəm. İstəsəniz montaj eləyəs, bu heç efirə getməsin. Yox, nə danışırsınız? O qədər böyük bir zövq alıram ki, yəni o qədər zəngin mənəvi dünyanız var ki, mənim üçün ən böyük zənginlik elə qəlbdə olan o zənginlikdir və eyni zamanda da xalqın, milləti düşünmək, onları sevmək, cənab prezidentin qarşısındakı çıxışınıza gəlmək istəyirəm. O çıxışınızı izlədiyim zaman çox həm qürurlandım, həm duyğulandım, həm kövrəldim. Yəni, o qədər qarışıq bir duyğular yaşadım ki, onsuz da sizi çox istəyirdim, amma ondan sonra lap çox istədim. Çünki Hacı Zeynalabdin Tağıyevin abidəsi ilə bağlı dediyiniz təklif məni çox duyğulandırdı və nə yaxşı ki, reallaşdı. Cənab Prezident də sağ olsun ki, yəni sizin bu arzunuzu gerçək etdi və biz də qürur duyduq. Çünki Hacı Zeynalabdin Tağıyev ölkəmiz adına çox işlər görüb və biz onun çoxsunu bilmirik. Amma araşdırdığın zaman, yəni baxırsan ki, gerçəkdən xalqı nə qədər düşünüb və nələr edib.
Allah rəhmət eləsin, yeri cənnətli olsun. O abidənin qarşısından, o heykəlin qarşısından keçərkən nələr düşünürsünüz? Hər halda özünüz üçün də nəsə istəyə bilərdiniz də, amma elə bir arzunuzu söylədiniz ki, valla, yəni çox sağ olun buna görə. Mən sizə zəng vurdum, təşəkkür elədim, xatırlayırsınızsa. Təşəkkür edirəm sizə. Bu mənim arzum deyil. Bu minlərlə Azərbaycanlıları, Azərbaycanı sevən, Azərbaycan xalqını, millətini sevən insanların arzusuydu, istəyidir. Yəni, mən orada Allahın bəndəsi idim. Mən ancaq səsləndirdim millətimizin istəyini və sağ olsun cənab prezident Bakıların bir sözü var, deyir, sözümü yerə salmadı. Bəli. Məni pərt eləmədi 10 milyonluq xalqın qarşısında. Dedi ki, Bəhram, istəyirsən, ged elə. Biz də orada onda Heydər Əliyev mərkəzi, Heydər Əliyev fondu, böyük bir konkurs keçirildi. 26 səhv eləmirəmsə heykəltaraş iştirak elədi. Xanlar müəllimi orada əsəri birinci yer tutdu. Sonra pandemiya düşdü. Sonra bir vaxtdan sonra o heykəl qoydu. Yəni ki, bu mənim arzumdur. Bu millətin idi və cənab prezident də dedi orada. Yazıca gəlsə deyir, siz çoxları bilmirsən, mənim babamı da Hazirənin oxumuşdu. Tanımadığı adam İrəvandan məktub yazmışdı ki, Hacıya ki, Hacı bəs mən oxumaq istəyirəm, peşəyə yiyələnmək istəyirəm, mən istəyirəm həkim olmaq. Pul göndərmişdi ki, getsin Sankt-Peterburqda oxusun və deyir, onun tarixçəsini bilirsiniz, ondan sonra yiyələndi, həkim oldu və tanınmış o boyda bizim alimimiz ortalığa gəldi. Deyir, mən o vaxt ikən onun Hacının evini də təmir eləmişəm, bağını da təmir eləmişəm. İndi isə vaxtı gəlib heykəl. Və heykəl də yerinə düşdü. Üstündən bir il keçmədi, müharibə başladı. Müharibədə görün nə qədər sonra ehtiyaclı o insanlar paraya gəldi. Və indi də çoxları bilmir, Hacı Zeynalabdin Tağıyevlər Azərbaycanda var. Sadəcə onlar susurlar, danışmırlar, çünki o ehtiyac yoxdur. Müharibə iştirakçılarına kömək eləyən var, qazilərə, şahidlərə, sizə deyirlər, gedin onu eləyin, amma mənim adım olmasın. Eləmi? Və o heykəli də görənlər düşünürlər ki, vaxt gələcək, bəlkə mənim də, demirəm, heykəlini ucaldacaqlar, amma Allah Taala'nın nəzərində olacaq o insanlar. O birisi simvoldur, o bir necə znak şey deyirlər də ki, Hacı o meçinat olub, o xeyirxah olub. O insan da ona baxdıqca fərəhlənir, istəyir kiməsə yardım eləsin, kiməsə kömək eləsin, kiminsə Allah uzaq eləsin, xəstəlik varsa köməkli eləsin ki, bunu cərrahə əməliyyatı, kimsə qızını köçürdü, nəsə. Yəni, o bizim millətdə, xalqda var, o. Allah haqqı var. Çox gözəl milləti, biz xəbərimiz yoxdur özümüzdən. Mən millətimi sevən insanım. Ona görə düzdür, hərdən vururam da, hərdən deyirəm də, çoxları məndən inciyir ki, Bəhram niyə belə dedi, Bəhram Bağzadə elədi. Deyirəm, valla, mən çox istədiyimdən o deyirəm. Mən çox istəməsəm öz millətimi. Tək Azərbaycanlı söhbət kimi digər millətlər hansı ki, bu məmləkətdə yaşayır. Bu böyük sevgidən gəlir. Əgər mən vururamsa, deməli sevirəm. Mən laqeyd olsaydım, deyərdim ki, neyimə lazım, oxumur, oxumasın. Semiçka çıtlayır, tüfürü, qışqırır, danışır, zibil. Adam, mən istəyirəm ki, yaxşı olsun da, qəşəng. Biz mədəni xalq olaq da. Ona görə deyirəm, çoxu da başa düşmür, incir ki, hə, Bəhram bizə belə dedi, elə dedi. Demişəm, deyirəm, deyəcəm də. Ömrünün axıda kimi, qoy düzəlsin. Mənə kimi 10 nəfər olsa, ictimai qınaq olsa, bəlkə də o insanlar, əstağfurullah, üzr istəyirəm, cahillərdir, savadsızlıqdan iri gəlir, mədəniyyətsindən, onları başa salmaq lazım. Vurmaq yox, döymək yox, başa salmaq, maarifləndirmək. İnanın mənə, hamısını düzələcək inşallah. Siz həm də karikaturaçısınız axı. Karikaturaçılar tənqidi aspektdən yanaşmağı bacarmalıdırlar. Yəni, ən əsası laqeyd olmayasınız. Əgər görürsənsə, üzr istəyirəm, bəlkə primitivini də deyəcəm. Semiçka görürsə, çıtlayıb skamyakada, parkda səhər-səhər oturub, 8-də hər yeri zibelib, baxırsan, demək lazımdır. Düz, deməyin də təri var da. Qabaq mən emosional idim, cavan idim, cumurdum üstünə. Sonra başa saladım, belə olmaz və s.
İndi başqa cür edirəm. Necə? Görürəm bu semiçka çıtlayır, ətrafı semiçka. Susturam, danışmıram. Yaxınlaşıram, bir dənə paket verirəm ona, silafan. Deyirəm, qardaşımsan, ya bacımsan, nə ola zəhmət semiçka çıtlaysan, kloka tökdə, sonra zibil yeşinə, zəhmət olmasa. Baxır belə, tərbiyə prosesini dəyişmişəm. Qabaq çılğın idim, emosional idim, cavan idim. Bəlkə müdrikləşmisiniz? Müdrikləş deyəndə ki, Schopenhauer deyirdi ki, müdrik insan artıq cəmiyyətdən uzaqlaşır, tənhalığa gəlir. Halbuki bu tənhalıq deyil, sadəcə ona artıq bu kütlə maraqlı deyil. Amma mənim maraqlıdır yaxı, mən hələ müdrikləşməmişəm, Schopenhauer. Amma hər halda yerdəsiz. Oradayım, orada olan hərdən gəlirəm, bura istəyirəm də yaxşı olsun da. Bizim mən nəyə sevinirəm, inanın mən, bax, bu günləri günün yarısı İçəri şəhərdə olmuşam. Bəli. Çəkilişlərim var idi. Belə baxıram, Pakistanlılar gedir, belə gedir, İranlılar gedir, belə görürəm, Yahudilər, İsrail, Şotlandiya, kafe, Çindən nə qədər adam var? Çin, Almaniya. Deyəm, Azərbaycan, very nice country, wow, the best, wonderful, beautiful, Nə best gözəl. of the best. Və bunu xaricilər deyir, mən Azərbaycanlı kimi qürur sevinirəm ki, mənim məmləkətimin bu qədər insan gəlir, gəlir və xoşlarına gəlir. Deyir, bu nə dedim, nə millətçisiniz, orada oturma, burada otur. O, düzdür, aralarda cahillər də olur, amma bu 200% normaldır. Bu İtaliyanın özündə də var, Fransada var, Ruslarda bir misal var, Simyeni Bizroda. Hər bir ailənin bir özünə bir məxsus insan var ki, adamı görürsünüz, pərt olur. Amma ümumi millət götürən kimi, inanmadı, biz belə millət görməmişik. Gəl orada oturuyor, çay için pul götürmür, ya taksi sürücüsü aparır, deyək ki, yaxşı çatmayı. Çox unikal millət. Valla biz bunu gərək qoruyaq. Tez-tez mi gedirsiniz içəri şəhərə? Mən gündə 3 dəfə, həftədə 5 dəfə. İş yeriniz oradadır mı, yoxsa belə Mən gəzinti? işim hər yerdə. Mən azad rəssamam. Mən bir yeri bağlı, mən məmur deyirəm ki, bütün gün kostyumu, qalsın, oturub belə. Ya Günay xanım, gəlmişsiniz, sənətlərə bax. Mən azadam, mən bu azadlığı da atam verib mənə. Bir yaxud deyirəm, o tərbiyə prosesində yəni. Evdə təmir işləri gedirdi. 5-6 dənə aboy divar kağızı gətirirdi atam. Deyir, uşaqlar, gəlin seçində bacımla dedi, hansını bunu vuraq otağa, bu hansını o otağa və s. Demokratik yanaşmadır. Halbuki indi başa düşürəm, artıq atam bilirdi hansı otağa, hansı kağızı. Amma o bizə şans verdi ki, siz də şəxsiyyət söz, siz də seçim, seçməyi bacarasınız və yaxud sözünüzü çatdıra biləsiniz və yaxud öz mənliyinizi sındırmırdı bizi. Ondan da mənim azadlığım irəli gəlir ki, oturmuşam artıq 45 dəqiqədir bacımın efirində, gözəl MTV kanalında, burada maşınlar gedir, işıq, su, qaz. Otur, ürəyim istədiyim şeyləri danışıram. İnanın ki, doymadıq söhbətinizə. Kompleks olsaydı məndə, mən bunlar heç birini danışmayacaqdım. Çünki daxili mən azadam. Elhamdülillah Rabbil aləmin. Çünki azad dövlətdə yaşayıram, demokratik ölkədə yaşayıram, gözəl prezidentim var, gözəl hakimiyyətim, gözəl millətim var, gözəl xanımlarımız var. Biri də evdə indi mənə gözləyir ki, gəl, gözəl xanım, övlad. Orada biz gözəl xalqıq. Yəni, bu qədər. Sonda bir sual verəcəm sizə. Söhbətdən hərçənd ki, doymadım, amma bir neçə həftə öncə bir millət vəkilimiz qonağım idi, Hikmət Babaoğlu. O çox maraqlı bir təklif etdi. Dedi ki, bizim ölkəmizə xaricdən qonaqlar çox gəlir. Məsələn, Azərbaycanın simvollarını hədiyyə etmək olar. Məsələn, Kəlağayı hədiyyə edirik və eyni zamanda da Azərbaycana məxsus olan, məsələn, nağıl qəhrəmanları var. Cırtdan, Məlik Məmməd. Yəni, biz onların belə kiçik formada kuklalarını hazırlaya bilərik və gələn qonağa hədiyyə edə bilərik. Bu bizim milli kuklamızdır deyə. Əslində çox maraqlı bir təklif idi. Çünki bilirəm ki, şəhərimizə qonaqlar gələndə, özəlliklə dövlət işində çalışan insanlar, rəsmi insanlar nə hədiyyə edək deyə biraz çox çək-çevir edirlər. Amma bu ən gözəl fürsətdir. Amma təəssüf ki, bizdə belə bir istehsal yoxdur. Deməli, mən bir naşir kimi sevinirəm. Sevinirəm ki, mənim kitablarımı
keçmiş Sovet İttifaqı respublikaları, MDB ölkələrindən istəyir Qazaxlar, istəyir Qırğızlar, istəyir Türkmənlər, istəyir Rusiya, Ukrayna, Belarusiyada mənim kitablarımı alıb apararlar. Həm Azərbaycanlı dilində, həm rus dilində, həm ingilis dilində. Artıq mənim kitablarım Azərbaycan nağılları və yaxud Bakı haqqında, İçəri şəhər haqqında, Şuşa, Qarabağ Azərbaycandır. Bu yaxında Gəncə, Lənkəran, Naxçıvan və İrəvan xanlığı və bu yaxında İrəvan xanlığının mətbəxi çıxacaq inşallah. Onlar alırlar, aparırlar suvenir kimi. Bu da suvenirdə övladları ki, biz Bakıda olmuşuq, Azərbaycanda olmuşuq, gedmiş, gəzmişik. Baxın, bu Gəncədir, bu Astarandır, Lənkərandır, Şamaxıdır və s. Onu görə sevinirəm. O ki, qaldı Kəlağayı, ən güclü sexlər, birisi də Kəlağayıların Baskal kəndidir. Mən də bir 25% Baskalda olduğuna görə Ulu babamın çox böyük artelləri var idi. Zəngin bir insan olub və Rusiyaya, Kazana və yaxud Tiflisə Kəlağayıları o vaxt Ulu babam göndərib. Tacir olub, çox onun biznesi də idi, müasir dildəsi biznesmen olub. Ticarətçi olub. Ticarətçi olub və çox gözəl, indi kimi evimizdə var. 150 il bundan qabaq istehsal Baskalda 4000-ə yaxın orada şeylər butalar var. Bəli, nəinki butalar, digər naxışlar var. Simgələr var və s. Amma onu biz ortalığa çıxarda bilmirik. Ne üçün? Ruslarda belə bir anlayış var. Tavarni vid. Biz onu gətirib çıxarda bilmirik. Kəlağay özü gözəldir, amma onun upakovka, indi insanlar qablaşdırmasını alırlar da, o qabı baxıb Kəlağay seçirlər. Gedir oradan haradasa belə götürür, qonaqlara verirlər. Bunu qəşəng düzəldir. Doğru, həmən deyirsiniz cırtdan, həmən Azərbaycan gəlincikləri, həmən o tık-tık xanımları. Bunu dövlət istehsal eləyə bilməz. Çünki biz artıq başqa bir sistemdə, yəni Sovet İttifaqında bunu edirdilər. Amma dövlət tərəfindən yönətmək lazımdır insanları. Necə eləmək olar? Deyirəm indi. Bunu ya Turizm Əliməli Nazirliyi, ya Mədəniyyət Nazirliyi. Konkurs, müsabiqə elan olmaq ki, müasir cırtdan necə olmalıdır? Xahiş edirəm, mayın 25-i başlayır, sentyabrın 25-də kimi konkurs. 25-də kimi təhvil verin. Günay xanım necə görür, Bəhram necə görür, Məmməd ağa, Hüseyin ağa, Əhməd ağa çəkin göndərin nazirliyə. Ya turizm, ya mədəniyyət. Otururuq konkurs, dəvət edilir ora Arif Hüseynovu, Sakit Məmmədovu, digər rəssamlarımızı, Vüqar Muradovu. Konkursda ki, bu yaxşı işdir, bu cırtdan ola bilər. Sonra onu biznesmenlərə veririk, istehsalçılar. Onlar həm gəlincikləri ilə Azərbaycan milli geyimləri, həm cırtdanı, həm tık-tık xanımı və hətta Məlik Məmməd, Azərbaycan nağıllarının qəhrəmanları. Kitabını görürsün nə qəşəng. Çox gözəl. Bunu Sankt-Peterburqdan dəvət eləmişəm rəssam. Dmitri Lisitsin. O illüstrasiya görürsünüz necə Azərbaycanı hiss edir və artıq belə 5 dənə kitabım var və digər kitablarda. Ancaq konkurs keçirə-keçirə biz onu ortalığa çıxarda biləcəyik. Bunu nazirliklə başa düşməlidir ki, bu başqa cür alınmır. Ki, o mənim mamam oğludur, bu mənim əmmim oğlu, bu xalam qızıdır, həvalə ki, eləyəcək. Yox, konkurs. Mən özüm bu kitabları ərsəyə gətirəndə konkurs keçirdim. 50-60 dənə rəssam keçdi. Necə məsələn Rusiyadan dəvət eləmisiniz? Burada Rusiya dəvət eləməmişəm. Siz dediniz dizaynı verən Rusdur. Rusdur. Bəli, mən onu pasajda gördüm, oturub işləyirdi. Deyirəm, neyinisə deyim, müharibədən qaçmışam. Deyim, müharibəyə getmək istəyəm. Nəsədir rəssamam? İşləyə bilərsin, işləyə bilərsin. Ala. Artıq 20 dənə Azərbaycan kitablarını eləyib. Nə gözəl, nə gözəl. Və nəinki Rusa, Polşa illüstratorlarından işləyəcəm, Koreyalılardan da və digər. Biz artıq belə bir dünyada bir sistem var, öz algoritmi var, matematikası ki, sırf bunu mənim millətimə hər şey yoxdur. Qollivudda ayrı-ayrı millətlər işləyir. Çindən tutmuş Braziliya kimi, Meksikandan tutmuş Afrika kimi. Əgər sən bunu işi bacarsan, elə də.
Zaxa Xacit o bu da Heydər Əliyev mərkəzləridir. Biz də yolum Azərbaycan elm. Bacararsan elə. Bəli, kim edirsə etsin, əsas o da Azərbaycan adına həyata keçirilsin. Ancaq. Bəli. Mən bunu dəfələrlə demişəm. Не важно, на каком языке ты говоришь. Важно, чтобы ты принес пользу своей nации, своему народу. Vacib deyil, sən hansı dildə danışırsan. Ən əsas odur ki, sən öz millətinə xeyir gətirəsən. Güləşçidir, gel olimpiyadır. Mənim neyim lazım? O ədəbiyyatı bilib, peşəkardır, güləşçidir, judoçudur və yaxud olimpiyada götürsün, nə əla. Düz deyib, bilməlidir Azərbaycan dilini, ana dilini. Amma o ikinci planda əsas rəssamdır. Rəssam onu çəkib Qollivuda gedir və yaxud hansı Azərbaycan rəssamı gedib Kan festivalında iştirak edir, qalib gəlir. Mənim nəyimə lazım o bilir, bilmir. Qalib gəlmirsə, Azərbaycanda nəticə, o qırmızı xalçanın üstünə gedmirsən, Bakıya gətirmirsən həmən o palmanı, ağacı, mükafatı. Bəli. Sizinlə söhbəti yekunlaşdırmalıyam, amma sonda bir sual vermək istəyirəm. Biz sizin işgüzar həyatınıza bələd olduq, amma bir də gündəlik həyatınıza nəzər salsaq, necə bir həyat sürürsünüz? Yəni, gündəlik həyatda, gündəlik rutininiz nədən ibarətdir? Bildik, üzməklə məşğulsuz. Deməyəcəm nə ilə məşğulam, o vaxt gecə, bir saatlı o vaxt. Ən əsası mənim üçün həyatda nizam-intizamdır, disiplina. Disiplina olan yerdə hər şey sən əldə edə bilərsən. Çoxları bir dəbdə olan söz var, motivasiya. Günay xanım mənə motivasiya verdi. Motivasiya boş şeydir. Motivasiya bir dəfə olur, iki dəfə, üçüncüdə ölür. Amma sən qalib gəlməksinsə, sən eyni şeyi gündə təkrarlamalısın, eyni. İstəyirsən, turnikdə, necə cənab prezident bu yaxında çıxışı vardı, deyir 60 yaşında görürsünüz, 10 dəfə o hərəkəti elə bildi. Əgər mən bunu eləmirsə, 20-30 yaşında uşaqlar bundan da güclü eləməlidir. O da nədən ilə gəlir? Disiplina, nizam ki, cənab prezident bunu hər gün ən azı yarım saat, bir saat edir. O da nəyə gətirir? Gümrah olsan, özünə inam yalnız və oturduğun o aponentlə Grasmeister kimi söhbət eləmirsən, şahmatist kimi. Vərdiş halına gətirmək lazımdır. Ancaq mən də çalışıram, mən demirəm ki, mən topam, yox, mən çalışıram. Həyatımı nizam-intizam, bundan sonra daha da şiddətli olacaq inşallah. Yəni, bunların söhbət məndən getmir, bu günləri mesaj göndərəm. Əgər siz, ay çocuklar, ay uşaqlar, ay cavan nəsil, ay gənclər, neysə əldə etməlisiniz, ancaq və ancaq və sevdiyiniz işlə məşğul olun, peşəkar olun. Bunu etdinizsə, inan zabal yoxdur. Bütün uğurlara imza atacaqsınız. Bəhram Barzada MTV Günay xanımın verilişi. Çox sağ olun, təşəkkür edirik, yaxşı ki varsınız. Biz neçə Günay xanım? Çünki yalan danışmadım, səmimi oldum. Nəyim vardı qoydum. Ola bilsin, çoxunun xoşuna gəlməyəcək. Veriliş gedəndən sonra müəyyən kommentlər yazacaq. Mən boş vermişəm artıq. Ən əsası mən bilirəm, mən kiməm, Allahım bilir mən kiməm, nəçəm və mənim niyyətim nədir? Niyyətim də safdır. Ən azı da səmimi və yalan danışmadım. Ona əmin ol. Kiminsə xətrini dəydim, üzr istəyirəm. Ağsaqqallardan, ağbilçəli birinci növbədə. Amma xətirə dəyəsi heç nə demədiniz ki, düzgün istiqamətləndirdiniz və düşünürəm ki, nəticə çıxardanlar da çox olacaq. İstiqamət verdiyiniz, yəni bəzi ideyalar verdiniz ki, onları həyata keçirmək çox gözəl olar. Əziz və dəyərli izləyicilər, sonda təşəkkür edirik diqqətiniz üçün, bizi izlədiyiniz üçün. Salon olaraq təşəkkür edirəm İlahə xanıma, bugün məni hazırlayıb, bəziyib, bu studiyaya göndərdiyi üçün təşəkkür edirəm İlahə xanıma və gələn həftə yenə də qarşınızda olacağım ümid edirəm. Allah'a əmanət olun. Hələlik.